Hər vaxtınız xeyir maqlar. Son günlər ölkəmizin, eləcə də dünyanın gündəmində yenə də Azərbaycan var. Nəhayət ki, biz qələbə sevincini qismən də olsa dada bilirik. Ordumuzun, dövlətimizin gücü bir daha dünyaya sübut olundu. Cəbhə xəttindəki əskərlərimizin şücaəti, qorxmazlığı ilə bağlı xəbərlər hər kəsdə qürur hissi yaşadır. Elə biz də bu haqda danışacağıq. Amma Milli Qəhrəmanlar rubrikasını izlədikdən sonra rubrikamızda eşidəcəyimiz milli qəhrəmanımız Vahid Quliyev isə bizim studiyamıza qonaq olacaq. Diqqətiniz bizdə olsun. İzləyək. Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən başlayır. Vətən çəmənlərdən, yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlayır. O müqəddəsdir, ülvüdür. Əgər onun keçmişini, bu gününü bilməsən, qorumaq, saxlamaq, gələcək nəsillərə ötürmək qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən. Quliyev Vahid Həbibullaoğlu 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünyaya gəlib. Orta təhsilini Zəngilan rayonunda alıb. Sovet ordusunda hərbi xidmət keçib. Ordudan təxris olunduqdan sonra Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub. Daha sonra təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilib. 3 il burada müəllimliklə məşğul olub. Mənfur düşmənin suverenliyimizə göz dikməsi bütün Azərbaycanlılar kimi onu da narahat edirdi. Odur ki, 1992-ci ilin avqust ayında Yasamal rayon hərbi komissarlığına gedərək cəbhəyə göndərilməsini xahiş edir. Bir zabit kimi onun təcrübəsini nəzərə alıb döyüş xəttinə yola salırlar. O, Ağdam istiqamətində döyüşə girərək düşmənin bir tankını məhv edir. Daha sonra döyüş yolunu Qubadlıda davam etdirir. Rəşadətlə vuruşaraq düşmənin bir neçə döyüş texnikasını və canlı qüvvəsini sıradan çıxarır. Vahid Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin 10 zirehli texnikasını məhv edir. O, 1996-cı ildən etibarən Azərbaycanın bir çox ali tədris mərkəzlərində pedaqoq kimi fəaliyyət göstərib. 2002-ci ildə ordudan təxris olunub. Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə polkovnik leytinant Vahid Həbibullaoğlu Quliyevə Azərbaycanın milli qəhrəmanı adı verilir. Maqlar, gördüyünüz kimi artıq qonaqlarım studiyadadır və studiyamdakı qonaqlar ölkənin bir-birindən fəal olan gəncləri və Milli Qəhrəman rubrikasından da izləyib az da olsa məlumat aldığımız bizim milli qəhrəmanımız polkovnik leytinant Vahid Quliyevdir. Xoş gəlmişsiniz hər biriniz. Necəsiz? Çox sağ olun. Yaxşısınız. Mən istəyirəm ki, elə söhbətimizə Vahid müəllim sizinlə başlayaq. Çünki bu sahədə təcrübəli olan bir şəxs kimi son günlər ümumiyyətlə ölkəmizdə baş verən hadisələrə olan münasibətinizi bildirmək, öyrənmək biz gənclərə daha maraqlı olardı. Buyurun, söz sizdədir. Çox sağ olun. Mən ilk növbədə cəbhə bölgəsində xidmət edən əskər və zabitlərimizi salamlayıram. Onlara başladıqları bu işdə müvəffəqiyyətlər arzulayıram. Mən əminəm ki, belə də olacaq. Çünki Azərbaycan əskəri, Azərbaycan zabiti 92-ci ildəki əskər və zabit deyil. Onlar artıq yüksək hərbi birliklərə yiyələnmiş, yüksək NATO standartlarına uyğun silah və sursata malik, yüksək əhval-ruhiyyə malik bir əskər və zabitlərdir. Və biz onlardan elə bunu da gözləyirdik. Mən əminəm ki, inşallah tezliklə biz onların qələbə zəfərini haqqında məlumatları sizlərdən eşidəcəyik. Bəli, çox gözəl. Həqiqətən də az da olsa bu qələbə hissini dadmaq çox böyük fərəh hissi duyurur və xalqın, dövlətin bu cür güclü ordusunun olması və insanların öz ordusuna güvənməsi kimi qürur verici bir hiss, bu hissi əvəz edəcək digər bir hiss ola bilməz. Bu saatı həqiqətən əhali arasında çox böyük ruh yüksəkliyi var. İstər qadın, istər kişi, istər qoca, istər cavan, hər bir kəs sevinç içərisindədir. Çünki əsrin 1/4 qədər biz bu günü gözləmişik. Azərbaycan istənilən qədər səbirli olub. Azərbaycan əskəri bugünkü durumuna arxalanaraq mən onu deyə bilərəm ki, biz torpaqlarımızı işğaldan azad eləməyə bacaracağıq, buna qadirik
və bunu da öz əsgərlərimizdən gözləyirik. Biz ordumuza hər zaman güvənirik. Ümumiyyətlə mən deyərdim ki, məlhəmi biz yaraya tökən zaman o yaranı incidir, acıdır, amma həmin yaranın sağalmasına səbəb olur və bizim də yaralı yerimiz işğal altında olan torpaqlarımızdır və şəhidlərimizin orada axıtdığı qanı gəlin məlhəm kimi qəbul edək və o axan qanın hesabına bizim torpaqlarımız geri alınır. Təbii ki, bu çox üzücüdür, yəni şəhid vermək, əskər itirmək, amma bunu da etmədən mümkün deyil ki, biz artıq yəni torpaqlarımızı geri ala bilək. Nəzərə alsaq ki, çox yəni düşmənlə müqayisədə çox az itki veririk. Yəni bu da bizim güclü ordumuzun olmasından xəbərdardır. Təbii ki, ən çox sevindirən məqam isə belə günlərdə, belə anlarda xalqın birlik göstərməsi və birlik olaraq bütün dünyaya nə qədər güclü və dayanıqlı, əzimli bir xalq olduğumuzu sübut edə bilirik. Bu işdə də gənclərimiz bizə yəni təbii ki, köməklik göstərir və ölkənin ən aktiv gəncləri, tələbələri bizim studiyamıza qonaqda hazırda. Ada Universitetinin tələbələri Eltaj və Günay və Bakı Dövlət Universitetinin tələbəsi Nadir. Mən istəyərdim ki, sizinlə söhbətimizi davam etdirim. Necə dəyərləndirirsiniz hazırda gənclərin əhval-ruhiyyəsini? İlk olaraq gənc kimi bildirmək istəyərəm ki, hal-hazırda televiziyadan daha çox sosial şəbəkələr vasitəsilə insanlar məlumatlanır. Çünki insanlar daha çox vaxtlarını orada keçirirlər. Bir gənc kimi mən özüm də bilirəm. Və biz istifadə etmirik bu şəbəkələrdən. Xarici ölkələrin xarici vətəndaşları da istifadə edirlər. Buna görə də sosial şəbəkələrdən məqsədli şəkildə istifadə etmək lazımdır. Bunu bizə bir qarşı çevrilən propaganda yerinə bizim xeyrimizə çevrilən bir vasitəyə çevirmək lazımdır. Çünki bir neçə gün ərzində çox saylı məlumatlar paylaşılır, hansı ki, bəziləri bir-birinə əks olur, bəziləri yalan məlumatlar olur. Amma mən nəzərinə çatdırmaq istəyirəm ki, həm bizim vətəndaşlarımızın, həm də ki, xarici vətəndaşların bu dövr Azərbaycan tarixi üçün çox həssas bir dövrdür. Və insanlar bir məlumat paylaşanda bacardıqları qədər həssas şəkildə yanaşmalıdırlar. Çünki hərbiçi yaxınları var və onların qohumları var ki, hansı ki, hərbiçilərin böyük bir nigarançılıqla gözləyirlər. Hər paylaşılan yalan məlumat onların nigarançılığına, həssaslığına səbəb olur. Buna görə də insanlar paylaşdıqları hər bir məlumatda bacardıqları qədər doğru məlumatı paylaşmalıdırlar. Bir tərəfdən də doğru məlumatın paylaşılması belə bizim zərərimizə çevrilə bilər. Çünki bəzən olur ki, hərbi sirləri belə adi vətəndaşlar normal bir məlumat kimi paylaşırlar. Hansı ki, bu da bizim hərbi sirlərimizin başqa ölkələr, xüsusilə də ki, qarşı ölkə tərəfindən asanlıqla istifadə olunmasına gətirir. Günay, nəzərə alsaq ki, yəni müasir dövrdə artıq 21-ci əsrdə informasiya müharibəsi deyilən bir anlayış ortaya çıxır. Çünki artıq müharibənin sadəcə silahlarla cəbhə xəttində deyil, həmçinin sosial aləmdə də yəni edilir və ona görə də sən çox düzgün bir məqama qeyd etdin ki, bizim paylaşdığımız hər bir şey yəni düşmən tərəfindən də izlənilir və onların xeyrinə ola biləcək məlumatlar əldə edə bilərlər. Ona görə də bu məqama çox həssas yanaşmaq lazımdır və məndə müəyyən məlumatlar var ki, mən istəyirəm ki, bu məlumatları sizə çatdırım ki, bu məqamda yəni diqqət edəsiniz sosial şəbəkələrdən istifadə edərkən hansı yəni məlumatları, nələri paylaşmaq olmaz. Məsələn, cəbhə bölgəsində olan hərbi texnika və silahlar haqqında informasiya və onların fotolarını yaymaq qadağandır. Azərbaycan hərb sistemində olan zabitlərin hara və hansı məqsədlə getdiyini yaymayaq. Gəlin belə məqamlara diqqət yetirək. Azərbaycan hava qüvvələrinin hansı istiqamətdə uçuş etmələrini paylaşmaq olmaz. Şəhid və yaralılar barədə rəsmi qurumlar tərəfindən təsdiqlənməyən məlumat yaymaq. Əslində, bu məqamlar həqiqətən də çox həssas məqamlardır. Sən Günay özün də qeyd elədin. Çünki bilib-bilmədən hər kəs müəyyən məlumatlar paylaşır və biraz səbirli olsaq, onsuz da lazımi qurumlar bu məlumatları xalqa çatdıracaq və hər kəs məlumatlanacaq. Ona görə də həssas yanaşmaq lazımdır. Çünki söylədiyim kimi hər bir yəni ailə çox nigarandır bu vəziyyətdə və hər kəsin ailəsindən övladları var, cəbhə xəttində döyüşən və s. Ona görə də məncə insanların hissləri ilə oynamayaq. Döyüş zamanı çəkilən foto və videoları sosial şəbəkələrdə yaymaq olmaz. Çünki bu işlə məşğul olan jurnalistlər var, peşəkarlar var və onlar cəbhə xəttində olan hadisələri çəkib, işıqlandıracaqlar və xəbərlər vasitəsilə təbii ki, yayınlayacaqlar. Ona görə də bu məqamlara diqqət yetirək. Çünki siz bilib-bilmədən yəni düşmənin xeyrinə ola biləcək kadrlar çəkib yaya bilərsiniz və bu da bizim təbii ki, əleyhimizə işləyə bilər. Ona görə də bu işi də professionallara həvalə etsək daha yaxşı olar. Strateji yerlərdə, xüsusən də hərbi texnika ilə şəkillər çəkib paylaşmaq olmaz. Yəni, məncə bu qədər yetərlidir hələlik. Ona görə də mən istərdim ki, söhbətimizi elə digər tələbəmizlə Eltajla davam etdirək. Günayla razıyam, amma bəzi məsələlərdə ki, elə bil son günlərdə sosial şəbəkələrdə, xüsusilə Facebookda, Twitterdə
bəzi məlumatlar paylaşılır və bəzən görürsən ki, bu məlumatlar doğrudan da elə bil lazımi mənbələrə istinad olunmur bu məlumatlarda və bəzən görürsən ki, səhv məlumatlar verilir və hətta bundan əlavə elə bil bizim qarşı tərəflə müharibə apardığımız tərəf də bu məlumatlardan istifadə edir və görürsən ki, öz mənafələrini qorumaq üçün bizim yaydığımız məlumatları öz arqumentlərində gətirirlər. Təbii ki, bunun qarşısını almaq üçün və yaxud da bu propagandaya qarşı bir mübarizə aparmaq üçün həmişə lazımi mənbələrə istinad etmək lazımdır. Sözünüzdə qeyd elədiniz ki, heç bir məlumatı istinadsız paylaşmaq lazım deyil və yaxud da dövlət əhəmiyyətli, müdafiə əhəmiyyətli məlumatları hər yerdə, xüsusilə də sosial şəbəkələrdə paylaşmaq lazım deyil. Bununla yanaşı, mən axırıncı günlərdə fikir verdim ki, sosial şəbəkələrdə, xüsusilə Facebook və Twitterdə bəzi xarici mənbələr bizə qarşı, yəni Azərbaycan mövqesinə qarşı bəzi məlumatları yayırlar və bizim sosial şəbəkələrdə də gənclərin bəziləri bunları paylaşırlar. Düzdür, bunlara qarşı mübarizə aparmaq lazımdır və lazımi yerdə təbii ki, cavab vermək lazımdır, amma həmişə istinad olmalıdır lazım mənbələrə. Ona görə də bu cür işləri, məlumatların yayılmasını peşəkarlara həvalə etmək lazımdır ki, elə onlar öz işlərini görsünlər və məncə, yəni əsassız müxtəlif xəbərləri paylaşmaqdansa, insanlar müxtəlif növ əhval-ruhiyyəni yüksəldəcək, yəni motivasiyanı yüksəldəcək insanlar arasında bu cür paylaşımlar etsələr daha yaxşı olar və nəzərə alsaq ki, Günay da az öncə qeyd elədi ki, yəni bütün dünyada yəni bu trenddə artıq, yəni hər kəs sosial şəbəkələrdən istifadə edir və bununla bir-birlərindən yəni xəbər tuturlar. Ona görə də hashtaglar var məsələn. Hashtaglardan istifadə etməklə biz daha çox məlumatları, daha çox yəni xalqın arasında olan əhval-ruhiyyəni dünyaya çatdıra bilərik. Həqiqətləri hətta əks etdirə bilərik. İstərəm ki, Nadir, sən bu mövzuda öz fikirlərini bölüşəsən bizimlə. Həqiqətən hal-hazırda bütün dünyada sosial şəbəkələrin rolu çox böyükdür. Bütün gənclər öz sosial şəbəkələr vasitəsilə bir-birlə əlaqə saxlayırlar, münasibətdə olurlar. Biz də Azərbaycan gəncləri olaraq məncə sosial şəbəkələrdə aktiv olmalıyıq, düzgün məlumatlar paylaşmalıyıq, ölkəmizdə xalqımızın rifahını qaldıran, daha da yaxşılaşdıran məlumatlar paylaşmalı və yaxşı olar ki, bu məlumatları paylaşarkən müəyyən dillərdən istifadə edək. Çünki hashtaglər bütün universaldır, bütün dünyalar üçün, bütün dünyada bu qəbul olunandır. Bunun üçün yəni biz nə qədər çox ingilis və ya rus dilləri və ya istənilən xarici dildə məlumat paylaşsaq, biz daha çox insanlara çatmış oluruq. Yəni bizim xəbərimiz daha çox insanlara çatmış olur. Ona görə mən yəni gənclərimizdən xahiş edirəm ki, öz dil biliklərindən istifadə eləsinlər müəyyən qədər. Biz də elə burada müraciət edirik. Ona görə də tək öz dilimizdə deyil, xarici dillərdən də istifadə edərək siz düzgün məlumatları yaya bilərsiniz ki, həqiqətlər dünyaya da çatsın. Vahid müəllim, mən istəyərəm ki, sizinlə söhbətimi davam etdirim. Çünki siz milli qəhrəmansınız və bu sahədə uzun illər müddət yəni çalışmısınız, xidmət göstərmişsiniz dövlətimiz, vətənimiz üçün. Hazırda hansı işləri görürsünüz gənclər arasında milli vətənpərvərliyin yüksəldilməsi üçün? Çünki mən bildiyimə görə siz həm də müəllim kimi fəaliyyət göstərmişsiniz, həmçinin gənclər arasında gedib yəni vətənpərvərliyin təbliği ilə məşğul olmuşsunuz. İstəyirəm ki, həmin fəaliyyətinizdən də danışaq. Bəli, mən artıq xeyli müddətdir təqaüdə çıxmışam, hərbi təqaüddəyəm. Bu təqaüddə olduğum müddətdə də biz tez-tez İsmail Berlin vasitəsilə orta məktəblərdə, ali məktəblərdə, Bakı istər region məktəblərində görüşlər keçiririk, məktəblərdə gənclərlə görüşlər keçiririk və əsas məqsədimiz də odur ki, gənclərimizin vətənpərvərlik ruhunu yüksəldək, gənclərimizin vətənpərvər ruhda böyüməsi, tərbiyə alınması üçün əlimizdən gələni edək. Və hesab eləyirəm ki, məqsədimizə nail oluruq və bu işimizi bugün də davam etdiririk və bundan sonra da davam etdirəcəyik. Hesab eləyirəm ki, Azərbaycan gəncləri bu saat yetərincə vətənpərvərdir. Bu çətin günlərdə də onlar öz təmkinliklərini saxlayacaqlar. İstər sosial şəbəkələrdə, istər cəbhə zonasında hər hansı bir tanışından aldığı foto şəkili, foto görünüşü sosial şəbəkələrdə yaymaqda çox ehtiyatlı davranacaqlar. Çünki hərbi bölgədən alınmış hər hansı bir məlumat, hər hansı bir foto şəkil düşmən üçün müəyyən kəşfiyyat xarakterli məna daşıya bilər
və o düşmənə lazım olan bir ipuca verə bilər ki, düşmən müəyyən bir kəşfiyyat xarakterli məsələni çözsün. Bu dövlət sirridir. Bu bizə aid bir şeydir. Ona görə bunu yaymayaq, ictimailəşdirməyək. Biz istər-istəməz belə vəziyyəti yol verərkən istər-istəməz deməli düşmənə biz əlinə hər hansı bir ipucu vermiş oluruq. Buna görə də hər bir kəsdən, hər bir gəncdən, sosial şəbəkədən istifadə edən hər bir gəncdən xahiş edirəm ki, həddən artıq ehtiyatlı olsunlar. Yalnız rəsmi dövlət məlumatları olan xəbərlər haqqında danışsınlar və danışanda da yəni hərbi məlumat haqqında o qədər özlərinə aid olmayan şeylər haqqında danışmasınlar. Bəli, ümumiyyətlə müharibə şəraitində olan ölkənin vətəndaşları müharibədən qorxmamalıdır. Necə ki, hazırda bizim ölkə vətəndaşlarımız artıq müharibədən qorxmurlar və hər bir kəs, xüsusən də gənclər, səfərbərlik elan olunsa, yəni hazırdır ki, silah əlinə alıb getsin cəbhə xəttinə və döyüşsün və biz əminik ki, heç buna ehtiyac olmadan bizim ordumuz, yəni düşməni məhv etmək gücünə qadirdir. Mən istəyərdim ki, Günay, sənin də söhbətini davam etdirim. Yəni, ümumiyyətlə, xanımların bu məqama həssas yanaşmasını yəni, hər kəs görür. Çünki hər kəsin yəni, ailə başçısı deyim, həyat yoldaşı, sevgisi və s. olur və xanımlarımız məncə bu məqamda daha cəsarətli olmalıdır və kimisə harasa, yəni xüsusən də döyüşə göndərərkən gözü yaşlı deyil də, əksinə cəsarət göstərərək get, vuruş və o qələbəni qazan, düşməni məhv et ismarıcı ilə göndərsə, məncə bizim kişilərimiz də daha cəsarətlə, daha ürəklə gedərlər, yollanarlar və gözü arxada qalmadan gedərlər. Belə deyilmi? Bəli, əslində bu nöqtəyə mən də toxunmaq istəyirdim. Çünki çox yaxşı başa düşürəm demək istədiyinizi. Mənim də ailə üzvlərimdən, yaxın ailə üzvlərimdən biri hərbiçidir və biz də onu həmişə ruh yüksəkliyi ilə bir yerə gedəndə yola salırıq. Çünki onun özünün də şüarı var ki, bizim xalqımız güclü xalqdır. O doğrudan da buna deyəndə inanır və bizi də özünə inandırır. Və biz onu daha da motivasiya eləməliyik ki, o heç vaxt ruh düşkünlüyü, digər hərbiçilərimiz də, digər əskərlərimiz də heç vaxt ruh düşkünlüyü hiss eləməsinlər. Və bir tərəfdən siz özünüz də qeyd elədiniz ki, çox düzgün qeyd elədiniz. Bugünkü müharibə, yəni 21-ci əsrin içində olan müharibə daha çox informasiya müharibəsidir. Bu sadəcə post paylaşmaqla və yaxud da ki, nə isə rəy yazmaqla kifayətlənən bir müharibə deyil. Biz özümüzü Azərbaycan vətəndaşı adına uyğun aparmalıyıq. Hətta sosial şəbəkə olsa belə. Misal üçün, mən bir neçə gün ərzində görürəm ki, Azərbaycan vətəndaşları Ermənistan səhifələrinə çoxlu hücumlar eləyirlər və orada hətta təhqirlərdən istifadə edirlər. Hansı ki, məncə bu çox səhv bir hərəkətdir və dünya mövqeyində bizim əksimizə bir işlənəcək bir faktor kimi ola bilər. Çünki biz özümüzü ön cəbhədə döyüşən hərbiçilərin adına uyğun aparmalıyıq. Əgər biz özümüzü burada təmsil etmək istəyiriksə, biz faktlar gətirməliyik. Biz tarixdən danışmalıyıq. Nəinki biz onlara təhqir etməliyik. Biz Birləşmiş BMT-nin qəbul olunmuş qətnamələrindən gətirməliyik. Həmçinin mənim bir neçə yaxın tanışlarım var ki, biz bir neçə gündür müxtəlif səhifələrə baxırıq ki, hansı ki məşhur səhifələrdir və başqaları tərəfindən çox izlənir və orada bu Azərbaycan və Ermənistan arasında baş verən hadisələrlə bağlı postlar paylaşılır. Biz orada başqalarını təhqir etmək yerinə daha çox onları məlumatlandırma xarakterli danışırıq ki, burada nə baş verir? Biz hər hansı bir ölkəyə hücum etmirik. Biz öz torpaqlarımızı geri qaytarmağa çalışırıq. Əsas olaraq insanlar bunu başa düşməlidir. Çox yaxşı məqamı qeyd elədin. Çünki onsuz da yəni orada müəyyən təhqirlər etməklə, yəni düşmən saytlarına girərək orada müəyyən şərhlər bildirməklə biz heç nəyə nail ola bilməyəcəyik. Bu sadəcə və sadəcə vaxt itkisi olacaq və əsəblərimiz korlanacaq. Amma sən dediyin kimi biz müəyyən xarici yəni səhifələrdə faktlar göstərərək öz ölkəmizi və ölkəmizin başına gətirilənləri təbliğ eləsək, daha çox şeyə nail ola bilərik və ölkəmizin imicini daha yaxşı şəkildə tanıtmış ola bilərik. İstəyərdim ki, Eltac, sənin də fikirlərini öyrənim. Ümumiyyətlə, yəni sən bir tələbəsən və tələbələrin arasındasan, təbii ki, tələbə yoldaşların var. Siz hansı işləri görürsünüz bir tələbə olaraq ki, yəni bu cür məqamda gənclər daha faydalı ola bilər ölkəmizin xeyrinə? Bilirsiniz, bu son günlərdə elə bil əsasən Facebookda qarşıma çıxdı belə postlar. Hər bir insan elə bil öz Facebook profil şəklini Azərbaycan bayrağına uyğun düzəldir. Bu çox qürur verici bir hiss idi. Həm də ki, dünyanın diqqətini cəlb eləmiş oldu biz bununla. Artıq digər ölkələrdən də bizə dəstək olan ölkələrdən də bu addımı atanlar var hətta. Xüsusilə Pakistan səfirliyi və ombudsmanımız da öz Pakistan səfirliyi öz örtük şəklini dəyişdi Azərbaycan bayrağına və ombudsman da öz profil şəklini Azərbaycan bayrağı ilə bəzədi. Təbii ki, bunlar bir qürur verici bir hisslərdir. Amma bir tərəfdən də
Günayın da qeyd etdiyi kimi biz çalışmalıyıq ki, məsələyə daha məntiqi yanaşaq, daha ortalığa daha çox faktlarla gələk, qarşı tərəfin dediyi məsələlərə arqumentlərlə cavab verək ki, bəli, vəziyyət budur, amma bizim də belə bir faktlarımız var və biz bununla dünyada çıxış etməyə hazırıq. Bəli. Biz ümumiyyətlə hər zaman deyirəm, alnı açıq, üzü ağır. Çünki hücum olunan tərəf bizi, işğal altında qalan bizim torpaqlarımızdır və biz müdafiə olunan tərəfi, təbii ki, əgər hücum olunursa və biz müdafiə etməliyik özümüzü, öz xalqımızı, öz vətənimizi, torpağımızı qorumalıyıq. Necə ki, bu yaxınlarda həmçinin də bizim Müdafiə Nazirimiz, General-Polkovnik Zakir Həsənovun çox maraqlı bir yazısı ilə paylaşımı olub, yəni sosial şəbəkələrdə. Mən istəyirəm ki, onu səsləndirim hazırda. Burada qeyd olunub ki, savaş yoxdur. Azərbaycan öz torpaqları olan Qarabağda hərbi təlimlər edir. Əgər orada ermənilər ölürsə, gedin soruşun görək onların Azərbaycan torpağında nə işi var? Əgər ölmək istəmirsinizsə, çıxın bizim torpaqlarımızdan. Elə deyilmi? Vahid müəllim, istəyirəm ki, sizin bu şərhə olan fikirlərinizi öyrənim. Siz çox düzgün deyirsiniz. Biz öz torpaqlarımızda bir təlim keçirmiş kimi bir fəaliyyət göstərir bizim hərbi qulluqçularımız. Hesab eləyək ki, lap yeri gələndə öz torpaqlarımızı işğalçıdan azad eləyirik. Əgər erməni əskəri, prezidentimiz də dediyi kimi ölmək istəmirsə Azərbaycan torpağında nə işi var onun? Həqiqətən də uçub geçsin. Bəli. 92-ci ildə zabit heyəti 99% ehtiyatdan çağırılmış zabitlər hesabına formalaşmışdı. Birbaşa heç bir təlim, heç bir təhsil görmədən mülki peşədən birbaşa zabitlərimiz gedirdi müharibəyə. Və belə olan halda da onlar əsasən silah və texnikadan idarə etmək bacarıqları zəif idi. Hərbi taktika və texnikanı o qədər bilmirdilər. Amma bugün mən ordu quruculuğunda iştirak etmiş bir adam ki, deyə bilərəm ki, Azərbaycan ordusunun zabitləri hərbi təhsilin bütün etaplarını yüksək səviyyədə keçmiş, yüksək səviyyədə hərbi təlimlərə cəlb olunmuş, silah və texnikanı dərindən öyrənmiş və yüksək müasir peşəkarlıq səviyyəsinə malik olaraq müasir NATO standartlarına uyğun olan silahlarla silahlanmış əskər və zabitlərdir. Bugün Azərbaycan əskəri ilk döyüşə atılan gündən biz gördük ki, yüksək peşəkarlıq göstərdi və qalibiyyət əldə elədi. Biz hesab eləyirik ki, inşallah bu qalibiyyət davam eləyəcək. Mən inandırıram ki, sizi bir həftənin içində biz torpaqlarını tamamilə işğaldan azad eləyə bilərik. Bəli, bugün bizim yüksək döyüş hazırlığına malik, yüksək əhval-ruhiyyəyə sahib olan bir ordumuz var və ordumuza bizim xalqımız sonuna qədər güvənir. Ona görə də biz burada rahat şəkildə öz həyatımızı davam etdiririk. Bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirik. Əskərlərimizə isə şücaətli, əzimli və yüksək döyüş ruhu ilə orada bizi qorumağa davam etməyi arzu edirəm. Ona görə də təşəkkür edirəm sizin hər birinizə gəldiyinizə görə. Çox gözəl məlumatlar aldıq sizdən. Təşəkkür edirəm bir daha vaxtınızı ayırdınız bizə. Çox sağ olun. Vətən torpağı müqəddəs, toxunulmaz səcdəgahdır. Əsl insan odur ki, bu torpağı qanı, canı bahasına sevsin, qorusun. Onun azadlığını, istiqlaliyyətini həyatından üstün tutsun və biz müasir Azərbaycan gənc olaraq hər an buna hazırıq. Qələbə sevincini sizinlə bölüşmək ümidi ilə. Bugünlük isə bu qədər. Özünüzə yaxşı baxın. Hələlik. Azərbaycan əskeri.